Bu gün İmam Baqir əleyhissalama hədis var ki, Aşura günü ruzi dalınca gedənlərin ruzisi bərəkətli olmaz. Yəni belə deyək də, haramdır bu günlərin işləmək. Bəs yaxşı, onda bu gün də biz də günəmoz işləyən fəhlələrik. Əhalinin də 80% ilə o yəni vəziyyətdədir. İndi biz bu gün də işə getməyək, sabah da işə getməyək. Çox xahiş edirəm ki, bu məsələyə bizə bir yol göstərib bir aydınlıq gətirəsiniz. Əvvəldən hamınıza təşəkkür edirəm. Sabah oruç tutmaq da bəyənilmir, Aşura günüdür. Bəli, Ustad, haram deyil yəni. Bəli. Bəyənilmir, Məşruhdur. məşruhdur, bəyənilmir. Bəs onlar ki, bu şeyə inanca sahiblər o gün sabahkı gün oruç tutmayacaqlar, amma işləməklə bağlı. İşləmək də bəyənilmir Aşura günündə. İnsan işləsin, əza saxlaması münasibdir və ona görə də biri məcbur olsa, işə getsə, işləsə heç bir günahı yoxdur, haramçılığı yəni qazancında heç bir problemi yoxdur. yoxdur. Qazancında da heç bir problemi yoxdur. Amma bizə tövsiyə olunan odur ki, əgər insanın əlindən gəlirsə, həmin günü əzadar olmalıdır və dünya işləri ilə məşğul olmamalıdır.